Niyə Rusiya müharibədə İranın köməyinə gəlmədi? Pezişkən deyib. İran həmişə öz daxili gücünə və birliyinə arxalanmağa çalışır. Telegraf xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkiyan Fox News telekanalının müsahibəsində deyib. İran prezidenti Amerika telekanallarının müxbirinin niyə müttəfiqini Çin və Rusiya İsrailə 12 günlük müharibədə köməyinizə gəlmədi? Yəni, niyə müttəfiqini Çin və Rusiya İsraillə 12 günlük müharibədə köməyinizə gəlmədi? Sualına birbaşa cavab verməkdə yayınıb. Yəni, Pezeşkiyan yayınıb. Göründüyü kimi biz daxili gücümüzə və birliyimizə arxalanmağa çalışırıq. Ürəyimizi heç kimə bağlamamışıq. Müharibədən sonra daxili birliyimiz, milli gücümüz əvvəlkindən daha da güclənib. O cavab verir. Yəni, İranın prezidenti Məsud Pezeşkiyan telekanalın birində qonaq olub və cavabı da bu olub ki, biz ancaq öz gücümüzə güvənirik.